Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Azərbaycanın Zəngəzuru hərbi yolla ələ keçirmək planı yoxdur. Səyyar TV Global Infoya istinadən xəbər verir ki, bunu Amerikalı hərbi reportyor və xarici siyasət analitiki Holly Mackey Washington Times-da dərc olunmuş məqaləsində yazıb. Analitik bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin 21 oktyabr tarixli qərarı dünyanın ən strateji bölgələrindən biri olan Cənubi Qafqazda güc balansını dəyişə bilər. Bu qərarla Əliyev 33 ildən sonra Azərbaycan üzərindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı. Eyni gün Qazaxıstan buğdasının bir hissəsi Azərbaycan üzərindən Ermənistana göndərildi. Bu, 10 illiklər davam edən müharibədən sonra barışığı simvolizə edən kiçik, lakin tarixi jest idi. Bu addım avqust ayında Prezident Trumpın vasitəçiliyi ilə əldə edilən sülh razılaşmalarını gücləndirir. Analitik vurğulayır ki, TRIP sadəcə infrastruktur layihəsi deyil. Bu, qərbyönümlü tərəfdaşları birləşdirən və ABŞ-ın Rusiya ilə İranın uzun müddət hakim olduğu bölgədə uzun müddətli təsirini təmin edən geosiyasi xəttdir. Ekspertin fikrincə, Ermənistanla ticarət münasibətlərini normallaşdırmaqla Əliyev həmçinin regionun ən aktual narahatlıqlarından birini Azərbaycanın Ermənistanın Sünik, yəni Zəngəzur vilayətindən keçən dəhlizi zorla ələ keçirə biləcəyi qorxusunu aradan qaldırıb. Bu, müharibəyə və qeyri-sabitliyə son qoymaq deməkdir. Müəllif qeyd edir ki, Azərbaycanın hazırki xarici siyasəti, eləcə də İsraillə yaxın tərəfdaşlığı nəzərə alınmaqla Trump administrasiyası 1990-cı illərin əvvəllərində Bakıya qarşı tətbiq edilən 907-ci düzəlişi ləğv etməlidir. Bu maddə ABŞ-ın Azərbaycana hərbi dəstəyini məhdudlaşdırır. Mackey'in sözlərinə görə Azərbaycanın Moskvaya yaxınlığı artıq əvvəlki səviyyədə deyil. Rusiyanın Azal təyyarəsinə raket zərbəsi nəticəsində onlarla mülki sakin həlak olduqdan sonra Bakı Rusiya rəsmilərini ölkədən çıxardı, hücumu pislədi və Vaşinqtonla yaxınlaşdı. Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlər son illərdə ən aşağı nöqtəyə çatıb. Nəticədə vəziyyət Putinin şəxsən üzr istəməsinə səbəb olub. Bu, regionda kimin təsirini itirdiyini göstərir və bu, ABŞ deyil,